Hacı salam, hər vaxtınız xeyir olsun. Aleykümselam. Sizə təşəkkür edirəm ki, bizə vaxt ayırdınız. Allah razı olsun, sağ olun. Ustad, adəti pozmamaq üçün mövzuya belə başlayaq ki, sizin marağınız neçə yaşından yanında ədəbiyyata, ustadınız kimdir, təxəllüsünüzü kim verib və niyə Sani? Əvvəla marağım necə yaranıb deyəndə ki, uşaq vaxtından kimi hara yönəltsin, ora maraq olar. Bilmirəm maraq necə yaranıb. O yadımdadır ki, Allah ölənlərinizə rəhmət eləsin, babam mənim savadlı kişi idi. Müəllim olub, bir neçə dili də bilirdi. İngilis dilini, alman, fransız, ərəb, fars. Onun atası Axund olub. Binəqədirin Axundu olub, qazısı olub, Axund Qafar. Bizim familiyada Qafarov ondan gəlir. Çox savadlı adam idi. Və mən göz açmışam, mənim hələ atam göz açıb, böyük əmlərim də, hamı göz açıb onu kitab oxuyan görüb. Elmə, kitaba çox böyük həvəsi var idi. Və mənə də 5 yaşımdan mənə Kiril əlifbasını öyrətdi. Köhnə o Kiril əlifbasını 5 yaşımdan. Səməd Vurğunun Vaqif əsərini. Mən 5 yaşımda Vaqif əsərini başdan ayağa əzbər bilirdim. Yəni əzbərləməmişdim ha. Yəni o qədər oxumuşdum ki, ələl xüsusda o dəyişmə yerləri ki var idi. Şair hökmdarın huzurundasan. Bunu siz belə düşünürəm mən o yerlər. Bu cür başladım, sonra 6 yaşında əski əlifbanı öyrətdi mənə. Ərəb əlifbası ilə Azərbaycan sözləri, ona əski, yəni köhnə əlifba deyərlər. O da əski əlifbada bir hop-hopnamə var idi. Hop-hopnamə kitabından başladım Sabir oxumağa. Və həm də o ədəbiyyatı bildiyinə görə mənə deyirdi ki, bu Bəhridə düz oxuy. Bəhri təvil öyrədirdi mənə. Orada Bəhər təvil var da, hop-hopnamıda 3 dənə Bəhər təvil var. Bəhər, biz bildiyimiz Bəhərdir, düzdür, dərya mənasındadır. Amma buradakı Bəhər, yəni Ərzun bəhrindən. Təvil də ərəb dilində uzun deməkdir, yəni uzun bir Bəhər. Ki, hələ bir nəfəsə deyirlər, ey fələk zülmünə yandır, bu necə dövr zamandır ki, işim ahı fəğandır, məni yandırma amandır, gözümün əşki rəvandır, ürəyim dop-dolu qandır, hamı qəmdən bu yamandır ki, neçə əhli qələmlər, bulaxıb canıma qəmlər və s. və s. Bu axıra qədər. Və bu formada olduğuna görə və bunu məsəl üçün 6 yaşımda mən oxuyurdum, əzbər bilirdim. Əruz da belə bir şeydir ki, o işlətdikcə, düzgün oxuduqca, adam var gəlir amma ki, məsələn, mən əruzu öyrənmək istəyirəm. Əruzu öyrənmək istəyirsənsə, əruzu düzgün bəhrində yerə oxuyasan. Düzgün oxuyandan sonra o sənin canıva hopacaq. Bu cürlə, ondan sonra 7 yaşımda başladı Quranı öyrətməyə mənə. Yəni, ilk təhsilimi ondan aldım, şeirə həvəsim falan. O cürünə başladı. Bir də Allah rəhmət eləsin, Rüstəm Samit var idi. Bakıda Məcmə Şüəranın rəhbəri idi. Əsli Məşdağadandır, Keşlədə xalan idi, Rüstəm Samit, yaşlı kişi idi. Biz bir vaxtda başladıq, İlqar Fəhmi, Adı Səyyar, mən, Arif Buzanalı, o vaxt Cəsur Nari, o vaxt gəlirdik onun yanına. Həm də ümumiyyətlə mən həmişə axtarışdaydım ki, filan yerdə bir nəfər var, yaxşı söz deyəndir. Nə vardı söz deyən? Bizdə söz deyən ki, hamımızın fikri gəlir meyxanaya. Yəni, söz əhlidir də, vacib deyil, şeirdirsin. Yaxşı söz elə yaxşıdır da. O sözə vurğun idik. Və bir də əsas mühit yaratmaqda, ətrafında bir mühit yaradırsan ki, sözü başa düşən olsun, söz qanan olsun, sözü tutan olsun, sözə qiymət verən olsun. Bu cürlə mühit yaratmaq lazımdır. Məcmə Şüərada Rüstəm Samitin yanına getdim. Dedi, adın Azərdir, bir dənə Azərimiz var, Məşid Azər Buzonalı, hansı ki, Əliya Vahidin ustadı olub. O Azəri əvvəldir. Sən də olarsan Azəri Sani, ərəb dilində Sani ikinci deməkdir. Biz o Məcmə Şüərada Ələmdar Mahiri tanıdıq.
Namiq Şəfaini tanıdıq. Rəhmətli Məmməd Əli Şəfainin oğlu idi o, Maşdağlı. Əlibala Səyyahı tanıdıq. Rəhmətli Baba Bünhanı tanıdıq. Hamısı rəhmətə gedib. Və qəribə bir şeydir ki, necə ki Füzuli Azərbaycanın klassikasını, ədəbiyyatını nəhəngliklə o kölgəsinə salmışdı və heç kəs o kölgədən çıxa bilmirdi, ta ki gəlir Sabirə qədər. Sabir çıxa bilir, satirası ilə yox ha, elə qəzəlləri ilə, Hop-Hopnamədə cəmi 10 dənə qəzəli var Sabirin. Lazım olsa toxunarıq o mövzuya, yadıma salarsın. O 10 dənə qəzəl, belə bir misal verəyim, muştu nümunə-i xalvar است. Bir ovuc bir dənə xalvardan nümunədir. Sənin bir xalvar buğdon var, bir ovuc göstərirsən, mənə deyirsən ki, bu materialda da bütün xalvarı daşımağa ehtiyac yoxdur. 10 dənə qəzəli Füzulinin divanı ilə yan-bayan qoyulasıdır da Sabirin. Elə də Vahid, Əliağa Vahid, özündən sonra gələn bütün şairləri hələ bir ki, öz kölgəsində saxlamışdı. Cəmaat ki, onu sevmişdi, cəmaat, xalq arasında. Və ondan sonra nə qədər o tanıdığımız, istəmirəm bir-bir ad çəkək, o şairlər hələ bir ki, oradan çıxa bilmə, onun təsirindən çıxa bilməmişdilər. Vahidin iyi gəlirdi onlardan. Amma Vahid elə Vahid idi. Bu auranı sındıra bilən Ələmdar Mahir, rəhmətli Namiq Şəfai, Əlibala Səyyah, bunlar onu sındırdılar. Doğrudan da onlar özlərinə məxsus qəribə bir formada fikri çatdıra bildilər. Və biz Ələmdar Mahirdən çox şey öyrəndik. İbtidadan. Ümumiyyətlə, sözün texnikası, rədifə otuzdurmaq, yəni sözü necə demək, hansı formada təqdim eləmək. Bunun üçün də mütləq gərək müxtəlif şairləri oxuyasan. Hələ bilginən ki, hər şair bir güldür. Hər gülün də özünə məxsus bir həm ətri var, həm ondan məxsusi bal çəkmək olur. Ərəb dilində ona şour deyirlər, şour. Yəni, çiçəkdən bal çəkməyə, onun tozunu. Şura o sözdəndir, müşavirə o sözdəndir. Yəni, hər bir insanın ağlının o tozunu yaxşı mənada çəkirsən ki, bal əməl edir. Müşavirə, şura, məşvərət, bunlar hamısı o sözdəndir. Bunlar da doğrudan da hərəsi özünə məxsus bir gözəl ətri var idi. Sözü gərək hiss eləyəsən də. Biz orada başladıq, elə bismillahsına bu işin. Xırda-xırda orada gördük bir nəfər yazan var, maraqlanırdı. Burada yazan var, maraqlanırdı. Bu cürlə bir sözlə ədəbiyyata olan həvəs yaranır sözə olan həvəsdən, sözə verilən qiymətdən. Füzuli rəhmətliyin bir sözü var, deyir, aləm sədəfində insandan qiymətli gövhər yoxdur. Sədəfin içərisində mirvari gövhər olur da. Deyir, aləm sədəfində insandan qiymətli gövhər yoxdur. İnsan sədəfində sözdən bahalı gövhər yoxdur. Yəni, sözə qiymət vermək, sözün özünü sevmək, səsi yox ha, səs külək misalındadır. Söz yağış misalındadır. Sözü sevmək lazımdır. Sözə dəyər vermək lazımdır. Əli əleyhissalam deyir ki, kişi dilinin altında yat. Kişi danışanda bilinir kimdir. Nə qədər sözü deməmsən, sən sözün ağasısan. Elə ki, dedin, o sənin ağan olur. Sən o sözünlə tanınırsan. Söz o qədər böyük, qiymətli bir şeydir ki, Həzrəti Peyğəmbərə verilən möcüzə söz möcüzəsidir. Sonuncu Peyğəmbərə. Digər Peyğəmbərlərdən fərqi nədir? Digər Peyğəmbərlər özləri getməklə möcüzələri də getdi. Hanı Musanın əsası? Hanı Həzrəti İsa'nın ölü diriltməyi? Amma sonuncu Peyğəmbərin özü getsə də möcüzəsi, sözü qalır.
Ona görə Füzuli rəhmətli deyir ki, ver sözə ihya ki, tutduqda səni xabi əcəl, sözü dirildiyinən ki, səni ölüm yuxusu tutanda, çünki səni eylər həmən uyğudan bidar söz. O yuxudan səni ancaq söz oyadacaq ki, Allah rəhmət etsin, filan kəs belə bir söz deyərdi. Və insanı daha çox yaşadan sözdür. Çünki ən qalıcı varlıq sözdür. Və fayda verən varlıq sözdür. Söz mənadır. Səs isə o mənanı ifadə edir. Ona görə söz yağış misalındadır ki, düşür münbit torpağa, yaşıllıq bitirir. Düşür səhralığa tikan çıxartır. Düşür daşa, qayaya, hələ necə düşürsə, hələ də axır gedir. Allah rəhmət etsin Sədiyə, Sədi deyir ki, baran ki در لطافت او اختلاف نیست در باغ لاله روید در şuurzar xəs. Deyir ki, bir yağış suyu ki, bunda bir ixtilaf yoxdur da, yağış suyudur da, distirovlu sud da. Bu gəlir, bağçaya düşür, lalə çıxartır, səhraya düşür, tikan çıxartır. Yəni, insanın qəlbinin qabı nədirsə, söz yağış misalı ora düşür və onun içərisindəkini becərdir. Adam var, Quran oxuyur, Quranla maraqlanır, fala baxır. Adam var, Quran oxuyur, hidayət olub, hidayət eləyir. Yəni, bir dənə Qurandır. Seyyid Əzim rəhmətli deyir ki, İxtilaf-i rəy ilə hər kimsə bir məna verir. Ləfz-i bir ləfzdir, amma ki, məna müxtəlif. Hərə öz arşını ilə ölçür. Hərə özü boyda görür. Bir alim keçir, çoban da qoyun otarır. Alim baxır çobana, bir dənə hey eləyir ona, barmağı ilə belə göstərir. O da çobanla ona hey eləyir, iki göstərir ona. Ayrı-ayrılıqda soruşurlar ki, alimdən soruşurlar, ne danışdırsınız bir-birinizlə? Mən onu çağırdım, dedim, Allah birdir. O da mənə deyir ki, iki deyənə lənət. Gəlib çobandan soruşurlar ki, siz ne danışdınız bir-birinizlə? Görürsən, mənə deyir, gözünü çıxartaram, mən deyim, ikisini də çıxartaram. Yəni, bir hadisəyə hərə öz prizmasından, öz açısından, öz baxış bucağından baxır. Amma söz elə bir ecazdır ki, Allah bütün sifətlərindən insana verib, bütün sifətlərindən. Nə qədər sifət var Allahın, yəni gözəl sifətlər ki, yoxdur Allahda, istər cəlal sifətlər, istər camal sifətlər, hamısından insana verib. Allah rəhimlidir, insan rəhimli ola bilər. Allah ədalətlidir, insan ədalətli ola bilər. Allah da nə qədər gözəl sifətləri olsa, insan özündə onu cəm eləyə bilər. Hətta Allah yaradandır, insan da yarada bilər. Allah yoxdan yaradandır. Düzdür, Allah özü boyda, o boyda qüdrətdən yaradır. İnsan da, xırda da, məxluqda özü boyda yaradır. Məsəl üçün, insan yoxdan sözü yaradır. Bu yox idi, mən yaratdım bu sözü. Sərrafın bir dənə qəzəli var, deyir ki, mən tərki şərabi ləbi yar eylədim oldu. Zəhri, qəmi, hicri ilə mədar eylədim oldu. Vaiz demə ki, cənnəti tərk eyləmək olmaz. Mən tərki səri kuyi nigar eylədim oldu. Orada bir söz deyir, axırda deyir ki, sərrafa dedim, hikmət ilə yox var olanmaz. Hikmət aləmində yoxdan var eləmək olmaz. Güldü, dedi, bir gör, yoxu var elədim oldu. Bu qəzəl yox idi, mən yoxu yaratdım oldu. Bu bir də ki, güldü. Gülüş yox idi, güldüm, gülüş əmələ gəldi. Və insanda da yoxdan var eləmək qüdrəti var. Və o da sözdür. İndi baxır kim necədə Marx Kapital əsərini yaratdı. Məsələn, Əli Əleyhisselam Nəhcül Bəlağanı yaratdı. O yoxdan var elədi, bunu çıxartdı. Bu yoxdan var elədi, bunu çıxartdı. İndi bax, bunların arasındakı fərqədə. Söz böyük qüdrətdir. Sözü sevmək nəticədə gəlir ədəbiyyatı sevməyə.
Mən sözü sevdim. Tabii ki, istiqamət verən oldu və yaxud dedim də kimlər oldu həyatımızda ki, bizə istiqamət verdilər. Söz gətirib bizə niyə görə ədəbiyyatı, şeiriyyatı sevdirdi? Çünki ədəbiyyatın qəribə bir qanunu var. Ədəbiyyatda şərt deyil ki, nə deyirsən. Ədəbiyyatda şərtdir ki, necə deyirsən. Nə deyirsən, dey. Kimdən danışırsan, danış. Amma o necə danışırsan. Yəni, necə təqdim edirsən. Ədəbiyyat budur. Yəni, ədəbi formada təqdim eləmək. Şeir libası giyindirib, poetik bir formada təqdim eləmək məsələsi var. Belə söz kimi desən onu, nəsir kimi desən adı. Necə adı mənə olsun. Amma onu poetik dildə deyəndə insanların qəlbinə təsir edir. Şeir tükdür. Mənası tük deməkdir. Yəni, bu söz o qədər incəliyinə gedirsən ki, sözün tük qədər incəliyinə. Yəni, şeirdə hər sözü deməzlər. Əgər deyirsənsə, elə formada deməlisən ki, qulaq asan üçün ki, doğrudan da bu söz oldu. Axund Azərsani yoxsa Azərsani? Nə bilim, məncə onlar eyni şeydir. Eynidir. Axtarsan eynidir. Mən onları bir-birinə ayıra bilmirəm. Onun içində bu var, bunun içində o var. Hamısı bir yerdə, hərəsindən biraz. Mən onları bir-birindən ayıra bilmirəm. Onlar lazım olanda bu olur, lazım olanda. Allah bayrama rəhmət eləsin Kürdəxanlı bayram. Bir kərəm söhbət eləyir, deyir, mən heç kəsdən qorxmuram. Başlayıb bir deməyə, filan şeydən qorxmuram, filan kəsdən qorxmuram, deyir. Deyir, qorxduğum bir dənə Allah deyir, ondan da hərdən qorxuram, hərdən qorxmuram, deyir. Ya hərdən adam axında olur, hərdən nə bilim şair olur, hərdən nə bilim bücür də insanlıq halıqda bir də görürsən ki, göyün qatından danışırsan, bir də görürsən ayağının altında görmürsən ki, bu nə var, nə yox. Usta, klassik ədəbiyyatımızın böyük hissəsini təşkil edir İrfan, əsasən budur. Və baxırıq ədiblərimiz əsərlərində müəyyən kodlar qoyur, müəyyən şifrələr qoyur. Bu ədəbiyyatı mürəkkəbləşdirir. Yəni, mənə görə bu mürəkkəb çətindir, başa düşmək olmur bizim üçün. Olmazdı ki, bunu sadə formada edərlər, bir şifrə qoymayaydılar, izaha ehtiyacı olmazdı. Yoxsa bu dövrün ictimai-siyasi məsələlərinə görə müəyyən şeyləri üst örtülür? Yox, deməzdim, ictimai-siyasi heç bir məsələ yoxdur. Hər bir sahənin özünün terminləri var. Sən bir dənə sahə deyilən ki, orada onun termini olmasın. Bütün sahələrdə terminlər var da. İstər, nə bilim, tip sahəsində, istər, nə bilim, cinayətkar aləmdə, hər yerin öz danışığı, jargonu var, öz terminləri var. Elə deyildir. Klassik ədəbiyyatda da İrfan mövzusunda onun özünün məxsusi terminləri var. Amma bəziləri qarışdırır. Məsəl üçün, tutalım, İrfani şeirdə zülf deyəndə nə nəzərdə tutulursa, saç yəni deyəndə nə nəzərdə tutulursa, bu dünyəvi bir şeir yazanda o nəzərdə tutulmur da, elə doğrudan da hələ saçı nəzərdə tutulur. Onu çox çətin də olar bir-birindən ayırmaq. Füzulinin bilirsən ki, başdan ayağa İrfandır. Füzulidə dünyəvi heç nə yoxdur. Heç nə yoxdur Füzulidə. Niyə görə? Özü də deyir ki, mən sortirovka elədim də, seçdim, seçim elədim. Lazım olanları saxladım. Füzulidə ola bilsin, açansa, indi kimisə xatirə dəftərinə nəsə yazıb bəlkə. Ola bilər. Amma ki, hal-hazırda əlimizdə olan ki, o mövzular ki var, orada doğrudan da
Füzuliyə yaraşdırmırsan ki, bunu məsəl üçün dünyəvi ya şəhvani bir şeylə yaza, elə bir şey yoxdur Füzulidə. Məhz Füzulidən gedir söhbət. Və mən bunu bir yerdə də demişəm, yenə də deyirəm, bir Füzulidir ki, bilirsən ki, onun içərisində dünyəvi başqa heç nə yoxdur. Bir də, Allah rəhmət eləsin, Hacı Ələmdar Mahir. Məsəl üçün, digərlərini qəbirdən çıxartsın, desin ki, ya, bu şeirin qalsın, məsəl üçün, deyək ki, yox, qalmasın. Amma Füzulidə yoxdur. Hacı Ələmdarda da həmçinin. Ustad, elə bu mövzunun davamı olsun. Bizim ədəbiyyatımızın böyük hissəsinin irfan təşkil edilməyin səbəbi ədiblərimizin din alimi, ruhani olmaqlarıdır səbəb, yoxsa elə ədəbiyyatın xüsusiyyəti budur ki, burada irfan olmalıdır? Məsələn, bizim Seyyid Əzim fəqih olur, fiqh alimi olur, İslam alimi olur. Seyyid Əzimin həyatı biraz qarışıqdır. Yəni, zaman vaxtı yazdığı şeirlər də var. Nəcəfdə oxuyub gəlib, ondan sonra yazdığı şeirlər var. Biraz fərqlidir, qarışıqdır. Seyyid Əzimdə də qarışıqdır. Amma əgər ilahi eşqidən yazırsansa, ilahi eşqidən, orada mütləqdir ki, irfani mövzulara gərək toxunasan. Bu qanundur. Çünki onun başqa tərəfi yoxdur. Və bu o demək deyil ki, hər kəs irfani bir şeir yazarsan, mütləq bu ruhani olmalıdır, dini savadı olmalıdır falan, yox. İndi klassiklər, köhnələr təhsil alanda təbii ki, o vaxtı akademiya yox idi, falan yox idi, o vaxtı dini mövzulardan oxuyurdular. Amma bu demək deyil ki, ya, dünyəvi elmlər oxumurdular. Dini elmlərlə dünyəvi elmləri bir-birindən, fənləri yəni, bir-birindən ayırmaq İslam düşmənlərinin işi oldu. Əqlin bəhrəsi dəqiq elmlərdir. Fizika, kimya, həndəsə, riyaziyyat. Amma vicdanın, qəlbin bəhrəsi elmləri isə mənəvi elmlərdir. Hikmət, fəlsəfə, irfan, dini tərəfdə, belə deyək. İslam düşmənləri bunlar bir-birindən ayırdılar. Sovet dönəmində, məsəl üçün, universitetlər, məktəblər, kolleclər, akademiyalar yetişdirirdi bir dəstə Allahsız savadlı insanlar. Dinsiz, amma savadlı adamlar. Məscidlər, mədrəsələr yetişdirirdi bir dəstə savadsız, imanlı adamlar. Nə o bir işə yarayır, nə bu bir işə yarayır. Onların ikisi bir yerdə birləşəndə, hələ bir ki, noldan fazla birləşəndə o işıq yaranır. Bu şərtdir. Və keçmiş alimlərə baxırsan, baxmayaraq ki, dini məktəb oxuyublar. Onlar görürsən ki, daha doğrusu, bu dünyəvi elmlərdən də xəbərdardırlar. Füzuli yaşayıb 15-ci əsrdə. Elədir? Füzuli olanda hələ Qalley, Giordano Bruno bu sözləri deməmişdilər. Füzuli deyir ki, aləmə eşqidə sevda ilə sərgəşdə idim. Sərgəşdə eləmək, gəşt eləmək nədir? O başa bu başa geyib gəlməyə deyərlər. Rusca tasavvufqa deyirlər ona. Hə? O başa bu başa geyib gəlsin. Sərgəşdə. Mən öz ideyamdan deyir, sərgəşdə idim. Gedib gəlirdim. Yer kürəsi necə ki, gedib gəlməyir günəşin ətrafında. Bir kuru qurur, bir il olur. Öz ox ətrafında belə fırlanır, bir gün olur, bir sutqa olur, düz deyil. Gümbət sözü kürə mənasındadır da. Gəşt eləmək, gedib gəlməkdir. Həm də öz ox ətrafında dövr eləyir, dəv vardır, hə? Aləm eşqidə sevda ilə sərgəşdə idim. Gəlmədən gərdişə bu günbədi dəvvar hənuz. Günbəz də deyir. Dövrəli dəvvar da deyir. Gəşt eləməyi də deyir. Günəşin ətrafına fırlanmaq.
gəlmədən gərdişə gəşt eləməyə. Bu günbəd kürək şəklində olur. Dəvvar hələ bu hərəkətə gəlməmişdən mən öz əqidəmlə var idim də aləm zərrədən naşir. Hardan difüz oldu bu bilgi? Hardan? Öyrənmişdən, mədrəsədən, hardan olsaydı, məlum məsələdir. Şeiriyyatın, ədəbiyyatın Allahı Nizami Gəncəvi hesab olunur. Füzuli Axund Azər üçün kimdir? Tamam, Füzuli mənə daha yaxındır. Niyə görə? Çünki Allah rəhmət etsin, Nizami Gəncəvi o qədər böyük şairdir ki, hələ düz deyirsən, tanrısı sayılır. Allah deməyək də, tanrı deyək. Tanrısı sayılır şeiriyyat aləmində. Amma fars dilində yazıb. Yəni, Azərbaycan dilində türkçə divanı yoxdur, bir kəlməsi belə yoxdur. Və ehtiramımız da var, böyük, həqiqətən daha dəhşəti, halbuki Füzuli özü onun ustad bilir. Leyli Məcnunda ondan misal gətirir. Amma Füzuli Azərbaycan dilində yazıb. Məsələn, durub deyərsən ki, Füzuli ilə Nizamini müqayisə eləyək, gələk ikisi də farsça yazsın müqayisə eləyək. Farsça yazılarını da qoyanda yan-bayan Nizami çox üstündür. Amma Füzuli bizə hansı sahədə yaxındır? Öz dilimizdə yazıb, bu bir. Və həm əqidə-i oynan, bu da iki. Bir köynək o bizə yaxındır. Nizami işlər, Nizami bütün dünyaya meydan oxuyub sözlə. Nizamini ingilis dilində də tərcümə elə. İngilis deyəcək, bu nədir? Fransız dilində də tərcümə edəcək, bu nədir? Dəhşətli bir şeydir. Amma Füzulini biz başa düşərik. Füzulini biz başa düşərik. Ona görə Nizami daha genişdir. Çünki hikmətdən yazır. O şahmat oyununda bu peşqa, piyada ki, gedir axırda ferz olur, vəzir olur, axıra gedəndə. Nizami yönünə gözəldir. Həmişə düz gedən piyada əskər, vəzir olan kimi əyri yol gedər. Nə qəşəng deyir. Bunu hansı dilə tərcümə etsən? Bu tərcümə çox zəif tərcümədir. Amma ki, sözün içərisindəki məna, yəni ona o ağırlığı verir, siqlət, sambalı verir. Çünki dərin hikmətlidir, çox dərindir. Bəs Füzuliyə niyə Füzuli deyirlər? Kim deyir ki, özü deyib Füzuli? Adı Məhəmməddir. Yazıq düşman olsun, deyir, adı Musadır. Özü deyir, mən Füzuli özümə ona görə Füzuli dedim ki, Füzuli sözünün mənasını çox danışan, naqqal, boşboğaz deməkdir. Deyir, hansısa böyük şairin adını götürüb sonrasına sani qoysaydı bizim kimi, yəni qələmim yaxşı gətirsəydi, ona hörmətsizlik olardı. Pis gətirsəydi, yenə ona hörmətsizlik olardı. Ona görə mən özümə elə bir təxəllüs götürdüm ki, ona heç kəs özünə rəva bilməsin. Amma Füzuli sözünün bir fazıl tərəfi də var daha, yəni düzdür, Füzuli sözü çox danışan naqqal deməkdir. Boşboğaz, naqqal, çox danışan. Biz amma Füzuli deyəndə gözəl sözü elə eləyib ki, özünə, o adı özünə ram eləyib. Füzuli sözü artıq dahi şəxslərə deyirlər ki, bu lap Füzuli deyə bu dərəcədə. Halbuki Füzuli tərcümədə yadsız deyil, ona fəzilət verib. Fəzilət verib. Bəzən elə sözlər var ki, bir insan üçün onu deyəndə, insanın özündən asılı olaraq, necə insan olmağından asılı olaraq o sözü dəyişir. Məsəl üçün, hörmətli bir adama canavar deyirsən ki, canavar kimi oğlandır. Bu kompliment kimidir. Amma hərdən elə adama canavar deyirsən ki, elə yırtıcı, ziyan verici kimi gəlir, çıxır. Əjdaha nəyə deyərlər?
Əjdaha qartımış ilanlar olur, neçə illər yaşayır, o qabığı da qalınlaşır, yaşlaşır falan. Bunlara əjdaha deyərlər də, bu cür ilanlar. Əjdaha yaxşı bir şeydir, amma hələ bir adam üçün deyirsən ki, əjdaha deyə bu, görsən ki, o söz dəyişir, olur yaxşı. Xızır Peyğəmbərə nə olub? Belə eşitmişmi, oxumuşum, bilmirəm. Deyirlər, Xızır Peyğəmbərlə görüşdə Xızır Peyğəmbər verir təxəllüs onu. Girməyək, ondan sonra elə şey yoxdur. Xızır Peyğəmbər. Xızır eminavat eləyir bunu. Deyərdilər ki, Xızır verir, özüm görürüm. Xızır ona Füzuli nöşdür. Bilirsiniz əhvalatı, yoxsa mən... Bu eşitmişəm, bir mənasız söhbətdir. Ustad, Füzulinin Leyli və Məcnundan başqa əsərləri də olub. Divandır, Bəncübadədir, Rinduzatdır və s. Bəs niyə Leyli və Məcnun daha çox öndədir? Yəni, niyə daha çox qabardılır? Statlar niyə onlar daha çox gətirilir? Adını sadaladığım əsərlər fars dilində yazılıb. Leyli Məcnun türk dilində. Leyli Məcnun əcəmdə çoxdur. Ətrakidə bu fəsanə yoxdur. Füzuli yazır bunu. Türk dilində bu əfsanə yoxdur. Fars dilində falan da var, amma türk dilində yoxdur. Bu dil mən türk dilində yazdım. Ona görə bizdə, sırf öz dilimizdə olduğuna görə, əsər də orijinal olanda daha gözəl olur. Bir, ikincisi də ki, Füzuli ömrünün son vaxtlarında yazıb bunu. Axır vaxtlarında, yəni o kamilliyə çatmış vaxtında, ona görə o bir əsərlərindən çox fərqlənir. Nizami Gəncəvinin Leyli və Məcnunu ilə Füzulinin Leyli və Məcnun arasında fərqlənir və yaxud da ki, bu Leyli Məcnun var idi, niyə ikincisine ehtiyac oldu? 20-dən çox Leyli Məcnun əsəri var. 20-dən çoxdur. Nizami orada gücü verib hikmətə, Leyli ilə Məcnun arasında olan söhbətlər 20%, 30% təşkil edir. Amma hadisələri başlayır o hikmət tərəflərini deməyə, o yerdə qalan faizlər hamısı odur. Amma Füzuli məhz eşqdən başlayır danışmağa və eşqin bütün mərhələlərindən danışır. Xəyali, platonik, ondan sonra cismani, ilahi, bütün o mövzulara toxunur, o çox böyük vaxt aparar onun haqqında danışsa, ancaq ki, o nöqteyi nəzərdən Füzulidə daha samballıdır. Yəni, mövzu olaraq eşq, ancaq eşq mövzusudur da. Dostlar, sizə görə ədəbiyyatda fəlsəfə ağırlıq təşkil etməlidir, yoxsa irfan? Mənim üçün fərqi yoxdur, yaxşı söz olsun. Yaxşı söz olsun. Fərq eləməz. Belə bir şeiriniz varmış ki, məsələn, Quran tərtibatı ilə. O qədər. Əl-bəla'u lil-vila. Rəhməti Vüqar işdədir deyir. Mən zadım iddə, sözüm idi işdədir. Allah dostları için. Əl-bəla'u lil-vila. Quran ayələrini tutalım. İnna lillahi bəla, inna ileyhi raciun. Bəlanı özümdə, mən bəli də. İnna lillahi bəla, inna ileyhi raciun. Söylə Azər, sən də gəl bu bir vəfaya, əlvida, bir vəfadır, bir vəfadır, bir vəfa belə. Sonra Həlimin Məzid. Onu işlətmişəm. Çoxdur. Kun bərdən və səlamən. Sirri nagahi əleyhissalamsın. İbrahim'i oddan xilas eləyən mən idim. Çün mən idim kuni bərdən və səlamən. Əmrin, nə bilim, agahi falan belə bir şey var. Nə olur öyle şeylər? Ustad, belə bir şey də eşitmişəm, indi bu oxur deməyə bəlkə başqa mənası var, bəlkə səhvdir. Deyir, Həzrət Əli Əleyhisselam deyir ki, Adəmi Allah yarattı, amma torpağını mən yoxurdu. O məsələdir. Hər şeydə özünü ki qatıra. Yəni ki, ay cəmaət, bilin ki,
Allah Adəmi yaradanda məqsəd mənim kimi adamdan yaranmaq idi. Əlbəttə məktəbdir. Hamımız oxumuşuq bu məktəb. Bir dənə məktəbdir. Məktəbdə 2000 şagird oxuyub. Nəticədə burada oturanlar alim olub. Məktəbin məqsədi alim yetişdirmək idi. Bu hərif, rəqəm öyrənmək o hər yerdə eləyə bilərdi. Məktəbin məqsədi alim yetişdirmək idi. Məktəbin hələ bir alimləri yığışıb. Bu o deməkdir ki, məcazi mənada belə çıxır ki, o məktəb biz üçün tikilmişdi. Haqqını biz əda elədik. Dünya Əhl-i-Beytə xatir yaranıb. Bu qəşəng söhbətdir, sən bunu eləyərsən. Bu bir. Bu ki, sual verirdiniz ki, Quran şeir üslubundadır. Niyə? Çünki məktəb vaxtı hekayəni deyirlər, gəl məzmununu danış, amma şeiri deyirlər ki, əzbərdir. Əzbərləmək asan olsun deyə. Amma şeir deyil, ona şeir deməzlər. Ola Qurandır. Özü deyir ki, və mə alləmnahu şi'ra. Biz ona şeir öyrətmədik. Və mə yənbəğilə. Bu ona yaraşan şeydir. Onu Füzuli də deyir. Füzuliyə deyirlər ki, Quran şeir üslubundadır, qafiyələrləndir, hətta daxili qafiyələr sədcinəndir. Peyğəmbərimizin bütün hədisləri qafiyə iləndir, bəhərdədir. Niyə görə bunlar şeirdir, onlar şair deyil, onlara demək olmaz. Cavab verir ki, şeiri bir zinətdir, lakin biz kimi naqislərə. Ol ki, kamildir, onu möhtacı zivər qılmadı. Allah onu zivərə, yəni bəzəyə möhtac eləmədi. Şeir bizim kimlər üçündür ki, eybimizi örtür ki, o bayaq dediyim beyt kimi İlqar Fəhmi deyir, sərsəri duyğularım diqqəti cəlb etmək üçün yenə şeir adlı libasın giyinər sakitcə. Şair də deyir özü üçün, şairin sözündə mübaliğə olar, şişirtmə olar. Sən günəşsən, sən aysan, nə bilim, sən ay səndən utandı, günəşsən, amma Quran, hədis elə demir. Nə var həqiqəti deyir. Mübaliğə, şişirtmə falan yoxdur. Çoxu durnalardan şeiri, bax Qasım Bey Zakirin durnalardan şeiri var. Molla Pənah Vaqifin durnalar haqqında şeiri var. Molla Vəli Vidadinin durnalar. Bir zaman havada qanat saxlayın, sözüm vardır mənim sizə durnalar. O birisi deyir, bir saat havada qanat saxlayın. Bu bir zaman deyil, bu bir saat deyil. Məsəl içində bu formada olub, yazılıb. Amma bunların hamısının arasında ən gözəlini Ramiz Rövşən deyir. Bu dərdə söz qoşdu, əli sazdılar. Silib gözlərini biləkləri ilə, uçan durnalara şeir yazdılar, ölən durnaların lələkləri ilə. O daha qəşəng çıxıb. Çox sevmişəm mən məsəl üçün o bəndi, o kupleti. Axund Azərin nəzərində ağıl nədir? Mənim nəzərimdə ağıl nədir? Davam da var əslində. Mən əhli nəzər deyiləm ki, mənim nəzərim olsun. Mən belə bilmişəm ki, yəni əimmədən, əhl-i beytdən, yəni dini mövzuda və bu cürlə də qəbul eləmişəm ki, əql-i iqal sözündəndir. İqal cidara deyərlər, heyvanların ayağına vururlar ki, çox uzağa getməsin, buralarda otlasın. Əql nəfsani istəklərin cidarıdır əslində. Əqlin işi düzgün qapı göstərməkdir. Əqlin işi odur ki, hər hansı mövzu olur olsun, sənə mütəxəssisin qapısını aparsın. Mütəxəssisi seçmək, əsas seçməkdir. İnsan ibadətdə məcburdur. Ya Allaha ibadət eləməlisən, əks təqdirdə avtomatik sən şeytan ibadət eləmiş olursan. İnsan seçimdə azaddır. Burada sorğu-sual olacaq ki, əvvəla kimi seçmirsən? Allah seçmirsən, lap yaxşı. Əsasın nə olub Allahı seçmirsən? Ona da cavab verməlisən. Məsələ budur. Ona görə əqlin işi mütəxəssisi düzgün seçməkdir. Mütəxəssisin qapısından ki, içəri girdin, daha ağlın işi orada rol oynamır. Orada mütəxəssis özü nə lazımdırsa eləyir. Klassik ədəbiyyatda ağıl necə tərənnüm olunur?
Hə, klassik ədəbiyyatda əqlin tədbirləri var. Əqlin tədbirləri budur ki, insan riya eləyir. Riya nədir? İkiyüzlülük. O əqlin tədbiridir. Ağıl ona deyir ki, belə elə, belə elə. İnsan tədbir tökür, ağlın işiddə. Məsəl üçün, Məcnun neynirdi? Məktəbdə dəftərini özü gizlədirdi, bəhanə axtardı, Leylidən soruşurdu ki, dəftərim səndə deyil. Nə var, nə var da çönsün, bir təəccüblə baxsın ona, düşün, yox, falan. Və yaxud sözü bilə-bilə səhv yazırdı. Leyliyə dedi ki, bax, gör, düz yazmışam. Nə var, nə var, baxsın, təbəssüm eləsin üçün, yox, düz yazmamışam, belə. Bu hamısı əqlin tədbiridir. Eşq böyüdükcə artıq bu tədbirlər keçmədi. Artıq gizlədə bilmədi. Yalandan, riyadan eləyə bilmədi bu işi. Hamı bildi ki, bu buna aşiqdir. Daha dəftərini gizlətmirdi ki, dəftərim hardadır, səhv yazmırdı. Hələ ağzını açıb baxırdı ki, bildin, quraqdan baxanlar görürlər ki, yox, bu əməlli başlı buna aşıq olur, deyir. Çün məkrlə, məkr yəni hilədir, hilə də əqlin tədbirdə. Deyir, çün məkrlə qeys, bəd sərəncam bir neçə zaman keçirdi əyyam. Bu cürünə yola verdi bir neçə gün ağıl tədbiri ilə, məkirlə. Çün məkrlə qeys, bəd sərəncam bir neçə zaman keçirdi əyyam. Tədbirlə eşq zövq verməz. Tədbir diyarı eşqə girməz. Eşq ilə riya deyil müvafiq. Rüsvay yeri həmişə aşiq. Dildən dilə düşdü bu fəsanə, car oldu bu macəra cəhanə, kim qeys olub əsir Leyli. Leyli dəxi salmış ona meyli. Artıq ağıl gedir işin dalıcan, eşq daha böyür, eşq əqlin məhsulu deyil, qəlbin məhsuludur. Deyir, ey Füzuli, eşq mənin qılma nasihdən qəbul. Bax, eşq mənin nədir? Maniə sözündən də qadağa, məmnu. Eşq məmnu, qadağa olmuş eşq. Deyir, ey Füzuli, eşq mənin, eşqin qadağasını qılma nasihdən qəbul. Nəsihət verəndən qəbul eləmə, nasih nəsihət verəndir. Nəsihət verəndən onu qəbul eləmə. Niyə? Əqli tədbiridir ol. Onun verdiyi nəsihət əqlin tədbiridir. Əqli tədbiridir ol. Sanmankı bir bünyadı var. Onun bir təməli kökü yoxdur. Məndə Məcnundan Füzun aşiqlik istedadı var. O qəzəlində deyir ki, sən ona nəsihət verənin sənə verdiyi pənd nəsihətdir. Bir, məsələn, nəsihət ərəb sözüdür, pənd fars sözüdür. İkisi də eyni mənadır. Deyir, onun nəsihətini qəbul eləmə. Eşq qəlbin məhsuludur. O sənə əql tərəfdən müraciət eləyir. Düz gəlmir. Bunlar yerə ortaq məxrəcə gəlsin. Tədbir əqlin bəhrəsidir. Nəsihət əqlin bəhrəsidir. Eşq qəlbin bəhrəsidir. Onu qadağan da eləsən, gərək qəlbin getirdiyi misallarla. Gərək onu misal çəkib. Məsəl üçün, Məcnunun atası Məcnuna gəlir, deyir ki, can vermə qəmi eşqə ki, eşq afəti candır. Afəti can nə deməkdir? Yəni, canın fitnəsidir. Canı vəziyyətə salacaqsan. Can vermə qəmi eşqə, eşqin qəminə ki, afəti candır. Çün afəti can oldu, eşq afəti can olduğu məşhur cahandır. Eşq içrə bəla olduğunu ondan bilirəm ki, hər kimsə ki aşiqdir, işi ahı fəğandır. Yad etmə qara gözlülərin mərdumi çeşmin. Mərdum deyib aldanma ki, işdikləri qandır. Orada digərdərsə Füzuli ki, gözəllərdə vəfa var, aldanma ki, şair sözü əlbəttə yalandır. Yəni, bu atan nəsihətidir. Əqlə istinadən Məcnun nəsihət verir. Məcnun nə deyir? Deyir, mən belə kəlama qılmazam, cuş. Mən cuş, yəni qulaq asmaq da.
Mən böylə kəlamə qılmazam güş. Leyli mənə söylə, yoxsa xamuş, yoxsa sakit deyən. Yəni mən Leylidən danışsam, ondan danışıram. Çünki insan hər hansı bir varlığı sevərsə, hərrənər, fırlanar, istəyər mövzu ora gəlsin, ondan danışsınlar. O mövzudan danışsınlar. Bəlkə də qarşı tərəf heç o şeyin xiridarıdır. Amma bu aşiqdirsə, onu da istəyir ki, o formada danışsın. Yəni, onun sevdiyi mövzudan danışsın. Ümumiyyətlə, var da bu, bir adama özünü sevdirmək istəyirsənsə, onun sevdiyi mövzudan başla danışmaq. Hayli-mayli olacaq, qulaq asacaqsan. Bir də var ki, adam var deyir ki, mən heç şeiriyyatdan başım çıxmır, amma filankəs ona elə danışır ki, mən onu başlayıram o mövzunu sevməyə. Burada danışanın iki tərəfi var. Adam var danışar Füzulidən. Deyərsən ki, bu nə qədər bilir Füzulidən. Adam da var danışar Füzulidən. Deyərsən ki, Füzuli necə dərin adam olub. Fərqli-fərqli danışıqlardır. Ustad, deyirsiniz Leyli Məcnun 20 sayı 20-dən. 20-dən çox belə oxumuşam mən o vaxt. Bəs niyə ikisi qalıb yaddaşda? Onlar niyə qalmayıb? Plagiat olub onun üçün? Uğurlu bunlar alınıb da. Heç bir xüsusi bir səbəb yox. Yox, uğurlusu bunlar da. Bunlar yaxçı deyilib, yaxçı şairlər deyiblər. Məsələn, o qədər meyxana deyənlər rəvayət deyiblər ki, amma rəvayət deyən kimi Namiqin dediyi rəvayət yada düşür. O mənada. O da gülməli rəvayətlər var ki, məsələn. Mənim bir beytim var, ondan sual verdilər ki, edərdi bəlkə tövbə, gələrdi iblis həqqə. Daşa tutulmasaydı, əgər qovulmasaydı. Bu beytdə Allaha bir üsyan varmı? Yəni, onda belə çıxır ki, Allah düz eləmədi. Yox, məsələ ondan getmir. Burada əvvəla mənim fikrimdir. Mən günahkar bir bəndəyəm. Mən belə düşünürəm. Amma bir şey qeyd eləməmişəm də. Qeyd eləməliyəm ki, axı, iblisə də şans verdilər, tövbə eləmədi. İnatkarlıq elədi, təkəbbür elədi. Bu var, bu məsələ var. Həm də bir bəlkə var orada. Bəlkənin iki mənası var. Fars dilində bəlkə sözü təsdiqdir. Hələ belədir. Bəlkə. Amma biz bəlkəni necə başa düşürük? Biz ki, ola bilər. Şübhədə qalsın, belə də olar, belə də olar. Bəlkəni biz bu cürlə. Yəqin sözü. Əhsən, yəqin də belə işlənlər, belə işlənir ki, yəqin gələcək. Yəqin gələcək. Bilmirsən ki, hansına gözləsən. Bu bəlkə. Bəlkə belə olardı. Amma ümumiyyətlə, şeiriyyatda var bu cürünə taktikalar. Mən Seyid Əzimlə misal gətirmək istəyirəm. Seyid Əzimin ən sevdiyim qəzəllərindən biridir ki, üzvün vəsfini etdim dünən bir aya qədər. Aya bir cümlətdir. Üzvü vəsf elədim, sənə təriflədim. Bir aya, bir cümlə qədər. Görün ki, şərhini vaiz bilər bir aya qədər. Bir aya qədər onu xırdalaya bilər. Dünənki gündə gün idi, bugünkü də gündür, bəli təfavutu var ərzdən səmaya qədər. Dedim, vüsalın üçün çox dualar eyləmişəm, dedi çatıldı sənə, etdi gün duaya qədər. Şirin qəzəl. Orada bir dənə yer var, deyir ki, səfai Kəbə yükuyun bular əmiri hərəm. Səfai Kəbə yükuyun, sənin Kəbə ətrafının səfasını əmir-i hərəm, hərəmin əmiri olan tuta bilər, bular, tapar. 100 ildə səy eləsə Mərvədən Səfaya qədər. Mərvə ilə Səfanın arasında 100 il səy eləsə tapa bilər. İndi sən qurban, cəddivə qurban, sən seyidsən, böyük şairsən. Amma Allah deyir ki, bu 7 dəfə səy eləyirsən, verirəm də onu. Sən xeyirlə deyirsən ki, bu tapa bilməz, bula bilməz, filan, filan. Bu nə iddiadır, ay Seyid? Bu da Seyid uşaq deyir, axı. Deyir, Səfai Kəbi kuyun bular əmiri hərəm. 100 ildə səy eləsə
Mərvədən səfaya qədər düz dildə batil olar. Çünki səy eləmək səfadan mərvəyədir, mərvədən səfaya deyir. Yerini səhv deyir, bildin? Hə, belə şeylər var. Hə. Mən söz-özüm boyda ola bilmərəm, ancaq ki, bəlkə belə olmasaydı, belə olardı, bəlkə hələ olmasaydı, hələ olardı. Estağfurullah, biz o yerin adamı deyirik ki, məsəl üçün, dindən nəsə səhv mənasında bir şey tutaq, yox, o deyir. Yəni, bu mənada ki, şairlərdə olur da, bəzən ki, bir dənə o Adəm əleyhissalamdan o buğdanın məsələsi ki var, nə qədər şairlər buna qarışıblar, bu söhbətə. Seyid Əzim o vaxtı buğda tapılmayan vaxtı çox imkanlı bir kişi olub, Mahmud Ağa, varlıkarlı adam olub. Durub ona bir dənə şeir yazır. O da cəmaata buğda azad verirdi də, şəmaqda vaxt tapılmayan vaxtıdır buğda. İndi bu utanır da ona demək mənə buğda və buğda haqqında şeir yazır. Ey edən Adəmi avariyi cənnət buğda, ey verən Həzrəti Həvvaya xəcalət buğda, səni Adəm yedi, cənnətdə müsibət gördü, gəldi Həvvayı bəladidə nədamət buğda, bir tapıydım səni daş ilə əzəydim başuvi, eyliyəydim dəxi un kimi xəsarət buğda, bişirəydim səni təndirdə edəydim büryan, doğrayaydım səni hər ləhsə ey afət buğda, nə bilim, nə üçün mülki şəmaxıyda tapılmırsan sən filan belə şeylərlə, qaçmısan Mahmud Ağanın yenə anbarına sən, olmusan orada nihan, etmisən orada nihan olmağı adət buğda, yazıb ol kanı səxavdan səni xahiş qılaram filan filan, sahiba Mahmud Ağa lütfü mürüvvətdəmidir, eyliyir seyyidi miskinə xəyanət buğda, babamız Ağdamın o qəlbi qara düşmənidir filan filan, onu qoyma anbarıda qalsın, onu ixrac eylə, nə bilir nanun əmək rəsmi məhəbbət buğda. Uzun şeydir, mən də o qısa zadları ilə deyirəm ki, yəni bu formada bu Adəmlə o Həvvanın buğda məsələsini getirir, deyir, babam günahı eylədi, behiştidən çıxartdılar, onun yeri behiştidir, havayı can əzası var, behişti satdı buğdaya, bizi gətirdi qürbətə, o qürbət ilki yolları uzaqdı, çox xətası var. O vaxtdan əlləşir bəşər, cahanı eyləsin behişt, cahan behişt olan deyil, içində min bəlası var. Və bu cürlə, bu əslində bu Peyğəmbər, Adəm Peyğəmbərdir, onun o buğda məsələsi, onun açılışı var, o misal aləmidir. Onun o günahı filanı, o günah deyil, bizim başa düşdüyümüz o günahlardan deyil. Bu necə ki, maşın təlimi üçün bir dənə uçepka düzəltirlər, uçepni yer düzəltirlər ki, ya maşını öyrənəsən, orada bütün xətti geri tapdalamayasan, qırıq-qırıq xətti tapdalayırsan, orada onu eləsən, onun cəzası yoxdur, bura uçepkadır, bəli, ona görə də Həzrət Adəmin orada misal aləmi idi, o etapı o keçməli idi. Falan burada başqa mövzular var. Amma ki, şair tayfasında ona bir dənə söhbət lazımdır ki, Sabir Allah rəhmət etsindir, qoyma gələ saqiya, zahidi meyxaniyə, dönməyə meyxanəmiz, məscid-i viraniyə. Eylə həzəri sənəm, vurma girih zülfüvə, oxşam olsun şəkli də səbhi səddaniyə. Badeyi təlx içrə bu nəş'i şiirin nədir, yoxsa qoyub dilbərim ləb-ləbi peymanəyə, belə bir şeydir, qəsərdə axırda deyir ki, Sabiru cənnət ruxun gəndimi xalın görüb. Cənnət üzlünün gəndin buğdaya deyərlər, gəndimi buğdaya oxşayan xalını görüb, az qalıb Adəm kimi aldana bir danəyə. Yəni, şair də bir hadisə peşman olur baş verməkcə, hərə bir formada onu təqdim edir, deyir, amma şirin formada deyirlər də bu cür. Bu da o qəbildə olan məsələlərdəndir ki, bəlkə elə belə olmasaydı, belə olardı, belə olardı, amma o bəlkə də elə bəlkədir ki, təklif ediblər iblisə ki, düz yola gəlməyib də indi. Türklərmişə, Nuh deyib Peyğəmbər deməyirlər. Bizdə kanalda qəzələ, ədəbiyyata yer veririk. Bir balaca hissədə meyxanada yer var. Bir meyxananın yeri var səhifədə. Deyirəm, bunu... Çıxardın o səhifədən. Yox, mənə bir şey maraqlıdır. Bunu sizdən yaxşı məncə heç kim bilməz. Mənə deyədir.
Məncə də. Görüm nədir? Meyxana sözünün həqiqi mənası. Bu deyilən, bu indi eşitdiyimiz bu meyxanalar var, bu gördüyümüz meyxanalar var. Bunlar istər bu meyxana deyil, istər bədiyyə deyil. Adını nə qoysan qoy. Bu eyni şeydir. Yox, ayrıca desən ki, meyxana nə deməkdir? İrfan ədəbiyyatında mey mayedir, maye. Stəkanın düzəlməyinin səbəbi nədir? Stəkanı niyə düzəldirlər? İçinə maye tökülsün də. Nerede oynayanda zəl atmaq üçün düzəltməyiblər ki, stəkanı. İçinə maye tökülsün də. Elə bil ki, dünya bir dənə qabdır, bəxtdir ya, aləm sədəfində insan bir gövhərdir. Maye odur, mey odur. Yəni dünyanın mənası. Hərə dünyanın mənasını bir şeydə görür, dünyanın mayası. Biz 14 məsumda görürük onu. Əbcəd hesabı ilə mimlə ya 14-dür. Əbcəd əkbər var, əbcəd əsxər var. Onlar fərqlidir. Mimlə ya 14-dür. Məndə var bir dənə, xoşlamıram özümdən misal çəkim, onu bulub əbcəd ilə 14-ü mim ilə yada o səbəbdəndir ki, aşıq meyminanı tutar. Meyxanədən məqsəd o məna əhlinin yığışdığı yerdir. Bu irfan ədəbiyyatındadır. Yəni artıq məscid ab-havasından çıxırsan, artıq meyxanə ab-havasına, ki o məna ab-havasına. Oranın atributları nədir? Möhürdür, təsbihdir, səccadıdır, könül səccadı, ya basma, ayaq, təsbih, əl vurma, namaz əhlinə yar olma, onlarla durma, oturma. Artıq qalxıb yuxarı, bu deməkdə öyle bir kafərdir. Yox, artıq yuxarı sinifin şagirdidir. Bu aşağı sinifin kitabları bunluqdur, o mənada. Meyxanə bu. Amma hindi o meyxana deyirlər, adını meyxana qoyublar. Bir şeyə sən ayaqqabı deyirsənsə, bu ayağın qabı mənasında ola bilər olsun. İndi o ayaqqabıdır da. Amma sən deyirsən, yox, ayaqqabı demə, ona deyilən çəkmə. Biri çəkmə deyir, biri ayaqqabı deyir. Burada belə bir əhəmiyyət yoxdur. Və ələl xüsusda bu meyxanə nə olan şeydir ki, bu cidimiz bu meyxanə, bildiyimiz meyxanə, bunun üstündə də bu boyda fəlsəfi, irfani məsələlər açaq. Axı, onlar doğrudan da irfani, fəlsəfi nəsə desən olar, amma ki, indi biri tutma vurur meyxana deyir, başa sənə deyir, hə, demə buna meyxana, dibədiyyə. Axır, onda dediyi dəyişəcək onun. Adı belətdir, hə, yoxsa meyxana demək divinə bədiyyə. Bədiyyə demək dinən meyxana. Nə ürün istəyirdi də, yəni burada elə bir, mən əhəmiyyətli bir şey görmürəm. Amma sadəcə o soruşdunuz ki, bədiyyə yəni ki, bədahətən deyilən söz, məlum. Meyxana da o mənada. İndi kim sübut eləyə bilər ki, bu mey içilən yerdə deyilib ona görə belədir? Mey içilən yerdir. Ümumiyyətlə, mən bir söz deyim ki, hər Seydəzim deyir, hər adəmin yeri var, hər yerin öz adəmi var. Bu meyxana da özünə görə nə olub ki, yəni bir janrdır da, şifahi, ədəbiyyat filan bir janrdır. Bizim millətimizə məxsus olan bir şeydir də, gözəl. İstər aşıq ədəbiyyatı, o olsun. İndi bu nə boydadsa o boydad da. Məsəl üçün, necə deyim sən, 20 qəpik, 50 qəpikdən aşağıdırsa, 20 qəpik tollayaq, bu da bizimdir də. Hədir. Sadəcə olaraq, biz hərdən bir şeyə dəyər verəndə o qədər bunu şişirdirik ki, süni yolla, indi toyuqları 15 gün ərzində şişirdi, 3 kilo eləyirlər, sonra deyirlər ki, cəmaat ölür. Bu meyxanadır. Böyle bildiğin bir de misal çəkim bir dənə. Hə bir simiçka çıtdıysan, tum. Bu yaxşı şeydir də, tum çıtdıysan lezit eləyir adama. İndi onu çıtdıyarlar palatka toyunda falanda da, filarmoniyada simiçka çıtdıyarlar. Hər adəmin yeri var, hər yerin öz adəmi var. Bu meyxana da gözəldir, bu da bizimdir, o da bizimdir. O da bizimdir, amma qaydasında da. Qaydasında. Biz xəlçəni ayağımızın altına atırdıq.
Amma qərbi gördü ki, bu sənət əsərdir, bunu divara vurdu. Özü bilər. Biz elə ayağımızın altına astırıq. Belə. Meyxana da belə. Sən deyə bilərsən, məsələn, birinə deyirlər, bir deyir ki, meyxana mən xoşum gəlmir. Necə xoşum gəlmir? Sən deyə bilərsən, mütləq gəlir, mən deməliyəm bunu, deyə bilmirəm. Eləyə bilmədiyim şey mütləq mənə xoşuma gəlməlidir. Bu da var axı. Mən bunu niyə rahat danışıram? Çünki bilir ki, mən bu sahədə yəni hamı ilə münasibətim var, hamı ilə yaxınıq, dostuq, mənim əzizlərimdir və hər biri də bilirlər ki, mən bunlara demişəm ki, burada çox şeylər var ki, adamı avara qoyar da. Yox, mən bədiyyə məsələsini demədim. Mənə özümə maraqlıdır ki, həqiqətən belə bir məclislər olur. Sən demədin, mən dedim də. Mən dedim də. Sən demədin, lap yaxşı, mən dedim. Axund Azərin nəzərində Aydın Xırdalanlı və Vüqar Biləcərli hansı çəkidə idi, hansı səviyyədə idi? Bunlar, məsəl üçün, Aydın Gurlayanda Vüqar uşaq idi, Aydına həsrətlə baxırdı. Vüqar Gurlayanda Aydın xəstə idi. Gücü qalmamışdı. İndi ikisini də gərək gurlayan vaxtı gətirək ortaq məxrəcə çıxartaq. Bunlar dəyişsinlər. Biz bilək nədir, amma onun şirinliyi var, bunun şirinliyi, ikisi də şirindir. O ki, qaldı, o yaxşıdır, bu yaxşıdır. Belə şey olmur. İkisi də gözəldir, ikisi də yaxşıdır. Əgər doğrudan da yer-göy fərq olsa, bunların arasında yer-göy fərq olsa, deyərsən ki, əşya, bunu buna tay eləmə. İkisi də qəşəng etsə, indi meyxanada belə şeydir ki, Nasreyn asılıqda, biliyorsun, Nasreyn olmadı, zəifdir. O birisi güclüdür, belə şeylər olur, bu xırda şeylər. Amma ümumiyyətdə ikisi də öz uşaqlarımızdır, ikisi də bizim əzizimiz olub, yaxınımız olub, ikisi də gəliblər, gediblər, bəhrələniblər. İkisinin də üstündə əziyyətimiz var, halal xoşları, Allah axirətlərini versin, Allah onları əhl-i beytlə məşhur eləsin. Aydın Xırdalanın məsciddə azan vermək məsələsi deyirlər. Belə bir şey olub həqiqətən? Yox, Aydın azan verən deyirdi. Aydın məsciddə axıran işləyirdi. Təbii ki, axıran olanda, günorta namazı olanda, sübh namazı olanda, şam namazı olanda qoşur da o aparatı. Özü verməyir da? Yox, əzan, indi harada canlı əzan verirlər ki, yəni, indi hər yerdə mikrofonla qoşurlar, flaşqa ilə verirlər də bu cürnətdə, yəni. Usta, çox sağ olun, vaxt ayırdınız. Allah köməyiniz olsun. Allah razı olsun. Siz istədiyinizi verə bildim, yəni... Bəs eləyərdiniz, eyni atmosferi bölüşdürsün, Allah var olsun. Bir də Allah görəbilməyəcəyi, görəbilməyəcəyi. Hər dəqiqə düşən adam da görürsün, gəl İstanbuldasınız, gəlin, nədəsiniz var, bu tapmadığımız. Allah var olsun. Gəzməyi sevirəm.